Bura Edem Sağlamlıq və İdman Kompleksidir. Məxsusi olaraq müəllimləri çəkmək istəyirəm ki, yəni bu müəllimlər heç valideyn öz övladına belə diqqət qayğı göstərmir ki, burada belə üzməyi öyrədirlər bunlar. Bir dəqiqə gözündən o yana buraxmır da, yəni hər bir yeni başlayan uşaq üçün, ayrıca müəllim və gözündən o. Mən 2 övladıma üzgüçülük öyrətmişəm özüm. Bizdə vəhşi o rayon sayağı at boğulacaq özü öyrənəcək qaydasındadır. Amma burada sırf texnikası ilə və müəllim nəzarəti altında. O trenerlər heç biri mənim dostum deyil, tanışım deyil. Sadəcə rekomendasiya, məsləhət görürəm ki, əgər istəyirsən ki, övladın müəllim nəzarəti altında təhlükəsiz qayda qanunla üzmək öyrətsin, Edem İdman və Sağlamlıq Kompleksində yetərincə belə müəllimlər var ki, uşaqları gözündən bir an belə nəzarətdən kənar buraxmır.